Heç fikirləşmisiniz ki, həyatınızı sanki bir mühəndis kimi planlı şəkildə qura bilərsiniz? Bax, Nüvit Osmanovun İnsan Mühəndisliyi kitabı məhz bu suala cavab axtarır. Amma bu elə-belə bir kitab deyil. Həyatımızı daha şuurlu, daha məqsədli qurmaq üçün əsl yol xəritəsidir. Gəlin elə indi, birlikdə bu xəritənin sirlərini açmağa başlayaq. Müəllifin özü bu kitabı necə təsvir edir bilirsinizmi? Deyir ki, bu kitab mənim bütün bilgi və bacarıqlarımı yığdığım bir xəzinə sandığıdır. O mənim hər şeyimdir. Yəni, bu o deməkdir ki, bizim əlimizdəki quru nəzəriyyələr yığını deyil, bir insanın bütün ömürlük təcrübəsinin, bütün müdrikliyinin cəmləşdiyi bir əsərdir. Həqiqətən də onun həyat əsəri. Yaxşı, gəlin o simvolik xəzinə sandığını açaq, görə içindən nə çıxır. Və içində daha yaxşı bir həyat qurmaq üçün 5 əsas, 5 fundamental sənət gizlənib. Baxın, bunlar sadəcə prinsiplər ya da məsləhətlər deyil. Bunlar həyatımızı şuurlu şəkildə idarə etməyin əsl açarlarıdır. Və ilk sənət hər şeyin başlanğıcı, təməli olan bir şeydir. Düşünmə və qərar vermə sənəti. Çünki hər şey buradan başlayır, elə deyilmi? Hər bir qərarımız, hər bir hərəkətimiz, hamısının kökündə düşüncə dayanır. Əgər aydın düşünmürüksə, atdığımız hər addım sadəcə kör-körənə bir sıçrayışdan başqa bir şey deyil. Odur ki, gəlin işə ən başdan başlayaq, əvvəlcə zehnimizə necə hakim ola biləcəyimizi öyrənək. Baxın, Göte'nin möhtəşəm bir sözü var. Etmək asandır, düşünmək çətindir. Həqiqətən də belədir. Kitab bunu çox sadə, amma çox dərin bir hekayə ilə izah edir. Təsəvvür edin, bir Eskimoz gün ərzində özünə bəs edəcək qədər balıq tutur və salam. O an düşünməyə dayandırır. Niyə? Çünki beynimiz təbiətən biraz tənbəldir. Əsas ehtiyaclar ödənən kimi o daha çətin, daha çox enerji tələb edən düşünmə prosesindən yaymağa çalışır. Yaxşı, bəs bu düşünmə tənbəlliyinə necə qalib gələk? Kitabda bunun üçün bir universitet dekanının möhtəşəm bir metodundan danışılır. Baxın, o nə edirmiş? Qərar vermək üçün son tarixə qədər sakitcə bütün faktları toplayır, təhlil edir və deyir ki, çox vaxt son günə çatanda qərar onsuz da öz-özünə aydınlaşmış olur. Budur, bu gördüyünüz 5 addım da məhz həmin o güclü metodologiyanın hər birimiz üçün sadələşdirilmiş praktik bir yol xəritəsidir. Amma aydın düşünməyin qarşısında çox böyük bir düşmən var. Ön mühakimələr, yəni qərəzli yanaşmalar. Kitabdakı nümunə isə sadəcə mükəmməldir. Deməli bir həkim var, hamı ona kobud deyir. Amma əslində məsələ nədir? Həkim sadəcə inanılmaz dərəcədə səmərəli işləyir, bir saniyə belə vaxt itirmək istəmir. İnsanlar isə onun bu effektivliyini, bu sürətini xarakter qüsuru kimi, kobudluq kimi qəbul edirlər. Baxın, ön mühakimələr reallığı bax beləcə təhrif edir. Deməli, aydın düşünməyi öyrəndik. Amma bu, tənliyin yalnız bir yarısıdır. Əsl məharət, o aydın düşüncələri real, əllə tutula bilən nəticələrə çevirməkdir. Yaxşı, bəs kağız üzərindəki planları reallığa necə çeviririk? Bax, bu sual bizi ikinci sənətə gətirib çıxarır. Nəticə əldə etmə sənəti. İndi gəlin obyektivliyin gücünü göstərən çox real bir hekayəyə baxaq. Təsəvvür edin ki, bir menecer işdən azad etdiyi bir işçidən təhqirlərlə, ittihamlarla dolu bir şikayət məktubu alır. Yəqin ki, çoxumuza tanış gələn bir vəziyyətdir, elə deyilmi? Baxın, belə bir vəziyyətdə əksəriyyətiniz emosional reaksiya verərdi. Amma menecerin reaksiyası əsl liderlik dərsidir. O, təhqirlərin heç birinə məhəl qoymur və məktubu personal şöbəsinə sadəcə bir qeydlə göndərir. Bu təhqirlərin mənə aidiyyəti yoxdur. Gedin araşdırın, görün adamın şikayətində həqiqət payı var ya yox. Bax, bu emosiyaları bir kənara qoyub birbaşa məsələnin kökünə enmək deməkdir. Bax, menecerin bu nümayiş etdirdiyi bacarığın adı obyektivlidir. Yəni, şəxsi hissləri, egonu bir kənara qoyub sırf faktlarla işləmək sənəti. Məhz bu bacarıqdır ki, problemlərin şəxsi münaqişəyə çevrilməsinin qarşısını alır və bu, nəticə əldə etməyin bəlkə də ən fundamental şərtidir. Kitabda problem həlli üçün 3 çox praktik qayda təklif olunur. Birincisi, böyük mənzərəni görməyə çalışın. İkincisi, problemi fərqli sözlərlə, fərqli formalarda ifadə edin. Və üçüncüsü, problemi kiminləsə müzakirə edin. Bax, bu sonuncu inanılmaz güclüdür. Həkim Dr. Thomas'ın hekayəsi buna əla sübutdur. O, çox mürəkkəb bir tibbi tapmacanı məhz tələbələrinə izah etməyə çalışarkən həll edə bilir. Bəzən, həqiqətən də, cavabı tapmağın ən yaxşı yolu sualı başqasına ucadan deməkdir. Yaxşı, bəs nəticəyə gedən yolda bizi hansı tələlər, hansı düşmənlər gözləyir? Birincisi, hamımızın bildiyi bəhanələr. İkincisi, işləri sabaha saxlamaq, yəni təxirə salmaq. Üçüncüsü, negativlik. Və dördüncüsü, bəlkə də ən hiləgəri,
Mükəmməli axtararkən yaxşını əldən vermək. Necə deyərlər, bəzən ən yaxşının axtarışı yaxşının düşmənidir. Bax bu 4 vərdiş uğurun qarşısındakı ən böyük maneələrdir. Deməli, aydın düşünə bilirik, nəticə almaq üçün hərəkətə də keçə bilirik. Super. Amma bir həqiqət var. Böyük işlər, böyük nəticələr heç vaxt tək başına əldə edilmir. Bu isə bizi gətirir üçüncü və bəlkə də ən vacib sənətə, insanlarla ünsiyyət sənəti. Baxın, Polad kralı Andrew Carnegie-dən bir dəfə soruşurlar ki, əgər bütün fabriklərin, binaların, avadanlıqların bir gündə yox olsa, biznesini nə qədər vaxta bərpa edə bilərsən? Onun cavabı isə sadəcə heyratamizdir. Deyir ki, əgər komandam, yəni insanlarım sağ qalsa, 3 ilə hər şeyin daha yaxşısını quraram. Amma əgər komandamı itirsəm, o zaman heç vaxt bunu bacarmaram. Bu bir daha sübut edir ki, bir təşkilatın əsl sərvəti dəzgahlar, binalar deyil. Əsl sərvət insanlardır. Yaxşı, bəs insanlarla bu qədər dəyərli olan əlaqəni necə qurmaq olar? Ən sadə, amma ən güclü yollardan biri təqdirdir. Səmimi bir kompliment, bir təşəkkür. Fikir verin, Lincolndan tutmuş, Churchill-ə qədər tarixin ən böyük liderləri belə səmimi bir tərifdən, bir komplimentdən güc alırdılar. Çünki dərinlikdə hər birimiz görülmək və dəyərli olduğumuzu hiss etmək istəyirik. Bu qədər sadə. Kitabda nəzakətin, yəni incəliyin gücü haqqında çox əyləncəli bir hekayə var. Deməli, bir santexnik səhvən bir qadının çimdiyi vanna otağına girir. Dəhşətli dərəcədə yöndəmsiz bir vəziyyət, elə deyilmi? Amma o, təlaşa düşüb sadəcə bağışlayın demir. Qapını sakitcə bağlayarkən soyuqqanlılıqla deyir, bağışlayın cənab. Bax, bu balaca söz fərqi bütün vəziyyəti xilas edir. Əsl incəlik, əsl nəzakət, bax budur. Deməli, aydın düşünməyi, nəticə əldə etməyi və insanlarla düzgün ünsiyyət qurmağı öyrəndik. Bütün bu bacarıqlar, bütün bu sənətlər bizi son və ən ali məqsədə gətirib çıxarır. Yaxşı yaşamaq sənəti. Yəni, bütün öyrəndiklərimizi bir araya gətirib, mənalı bir həyat fəlsəfəsi yaratmaq. Bu sitat bizim yaşa olan baxışımızı demək olar ki, alt-üst edir. Yəni, gənclik pasportdakı rəqəmlərlə ölçülən bir şey deyil, tamamilə zehnimizin, ruhumuzun vəziyyətidir. Şübhə və qorxu, bax bunlar bizi qocaldan əsl qırışlardır. İnanc, ümid, özünə inam isə ruhumuzu hər yaşda cavan saxlayan o möhtəşəm enerjidir. Və kitab bütün bu fəlsəfəni, bütün bu müdrikliyi sonda möhtəşəm bir şeirlə taclandırır. Bu şeir hər birimizin həyatdakı rolumuzdan asılı olmayaraq, öz yerimizdə necə ən yaxşı ola biləcəyimizdən bəhs edir. Bu misralar bizə çox vacib bir şeyi xatırladır. Böyüklük, miqyasda, ölçüdə deyil, əsas olan təsirdir. Hə, bəlkə hamı böyük bir magistral yol ola bilməz. Amma hər kəs kiçik bir cığır olub, kimisə mənzil başına çatdıra bilər. Hamı göydə parlayan günəş ola bilməz. Amma hər kəs bir ulduz olub, öz kiçik işığı ilə qaranlığı biraz da olsa azalda bilər. Məsələ öz yerini tapmaq və məhz orada parlamaqdır. Və şeirin son misraları kitabın bütün mesajını sanki bir möhürlə təsdiqləyir. Uğur qazanıb qazanmamağın ölçüsü də deyil. Əsas məsələ nə olursan ol, kim olursan ol, etdiyin işin ən yaxşısı olmaqdır. Beləliklə, artıq bu xəzinə sandığının içindəki 5 sənəti də gördük. Amma bilirsiniz, bilmək hələ işin yarısıdır, hətta yarısı da deyil. Əsas məsələ tətbiq etməkdir. Odur ki, son olaraq bu sualı birbaşa sizə ünvanlayıram. Sabah, bax elə sabah, öz həyatınızın mühəndisi olmaq üçün atacağınız ilk, konkret addım nə olacaq?